xingal demişik, xəngəl məngəl demə, biz elə xingal demişik. Bu yaxında bu televiziyada o Elgizə məni görməmişəm, Elgizi görüb deyəcəm. Elgiz xingal Kubinkada görür. pis deyil. Gəlib indi bir neçə ildir xingal görüb indi gəlib burada. Düzdür, Kubinkada yaşır, pis adam deyil Elgiz. Yox, mənim adamlığı ilə işim yoxdur, xingal görüb birdən iki də. Biz İndi gəlib xingal 5-10 ildir demişik, xingal xəngəl görüb. məngəl, xingali minqali deməmişik. Qorxmaz onun cavabını verdi, xingal demişik biz, Bakılılar xingal demişik. Xəngəl, məngəl belə şeylər deməmişik. İndi kim deyir, mən onun dilini pis demirəm, desin. Amma biz Bakılılar xingal demişik, daha belə demişik. Hələ də mənim qardaşım xingal demişik. Yoxsa ki, otururlar özlərindən nəsə yeritmək istəyir, xingali. Xingali gürcülər deyil. Gürcü xingalı var, onu da eləyə bilirəm. Gürcü xingalı da eləyə bilirəm. O gürcülərə aid. Bizdə prosta Bakı yeməkləri quru xingaldır. Quru xingal, sulu xingal, xəmraşı var, sulu xəmraşı, quru xəmraşı var. Hamısı deyir, başqasına umac ola bilmir, özünə şey kesir. Xəmraşı, nə deyirlər? O belə bir quymağı Bakılılar qəşəng pişirir. Xəşi, quymağın qazmağı olmasa ləzzətən, o yağı ki püskürür, qırtıyan kimi deyir. Sonra o soğan alvası hardadır? Soğan halvasını Meştağa cəmaatı, biz Meştağadan görmüşük. Səməni halvasıdır o, biz hələ qısaldığımız soğan halvası demişik həmişə. İndi düzdür, səmənidən hazırlanır da, səmənidən hazırlanır, amma soğan halvası demişik. Bu yaxınlarda Meştağadayam. Deyirəm ki, satıcıya soğan alvası var. Gördüm yerli adam dördü. Deyir, nə soğan alvası? Görsənə.